Hal-hazırda okeanın dibində tərs çevrilərək batmış bir gəmi görürsüz. Bu qaranlıq mənzərədən də aydın olduğu kimi, içəridə hər hansısa bir həyat əlamətinin olması qeyri-mümkün görünür. Amma dənizin amansız qaranlığında, görünənin ötəsində fizika qanunlarına tamamilə zidd olan ağlasığmaz bir hadisə yaşanır. Su ilə tam dolmuş gəminin mühəndis otağına birləşən kiçik bir ayaq yolunda bir adam təxminən 60 saata yaxındır ki, hələ də sağdır və o zifiri qaranlıqda boğazına qədər dolmuş suyun içində 11 ekipaj yoldaşının dəniz yırtıcıları tərəfindən parçalandığını, sümüklərinin xırçıldayaraq qırılmasının səsini eşidir. Bu adam kim idi və orada necə sağ qala bilmişdi? İnsanın yaşam iradəsinin, ölümün və fizikanın qanunlarını necə yerlə bir etdiyini göstərən bu hekayəyə keçməzdən əvvəl qaranlığın izinə düşməyə hazırsınızsa, videonu bəyənməyi və kanala abunə olmağı xahiş edirəm ki, unutmayın. 2013-cü il may ayının 26-sı Atlantik okeanında dünyanın ən təhlükəli sularından biri olan Nigeriya sahillərindən təxminən 30 kilometr aralıqda yerləşən Qvineya körfəzində neft sənayesinin nəhənglərinə xidmət edən, xüsusi gücləndirilmiş mühərriklərə və polad gövdəyə malik olan Cescon 4 adlı yedək bir gəmi böyük neft tankerlərini sabit saxlamaq və onları okeanın amansız dalğalarından qorumaq ilə vəzifəli idi. Sakit sularda irəliləyən Cescon 4 gəmisinin ekipaj işçiləri gün boyu işləməkdən yorulub dincəlmək üçün otaqlarına getmişdilər. Ətrafdakı gəmilər quldurlar tərəfindən tez-tez hücuma məruz qaldığı üçün təhlükəsizlik səbəbilə hamı qapısını kilitləmişdi. Amma aldıqları bu təhlükəsizlik tədbirinin ölümlərinə səbəb olacağını təəssüf ki, bilmirdilər. Gəminin ekipaj işçilərinin yatdığı bir əsnada o gün üçün fırtına gözlənməsə də dənizdə anidən bir fırtına çıxdı. Gəminin 29 yaşlı aşpazı Harrison O'Kane ekipaj üçün yemək hazırlamağa erkəndən qalxmışdı. O at paltarlarında yataqdan qalxıb mətbəxə keçməzdən əvvəl dəhlizin sonundakı ayaq yoluna daxil oldu. Harrison ayaq yoluna keçdiyi andan 1-2 dəqiqə sonra qəfildən böyük bir dalğa gəminin yan hissəsinə güclü bir zərbə endirdi. Sanki okeanın altından bir dağ qopub gövdəyə çırpılmışdı. Gəmini böyük neft tankerinə bağlayan o qırılmaz qalın kəndirlər gərginliyə tab gətirməyib top səsi kimi bir gurultu ilə bir-birindən qopdu. Gəmi bu böyük dalğalar ilə bir müddət mübarizə aparsa da, sonda qalib gələn tərəf təəssüf ki, dalğalar oldu. Gəmi saat 04:30 radələrində sürətlə batmağa başladı. Şiddətli dalğalar gəmini tərs çevirdi və Harrison ayaq yolundaykən anidən döşəmədən tavana çırpıldı. Hər şey elə ani baş vermişdi ki, Harrison vəziyyətin şokundan gec ayıldı. Gəminin batmaqda olduğunu anladığında tuvaletin qapısını açıb yoldaşlarına xəbər vermək istədi. Lakin gəmi tərs döndüyü üçün unitaz qırılıb Harrisonun başına düşdü. Aldığı zərbə sonrası Harrison başından axan qanı gördükdən sonra gəmidəki bütün işıqlar söndü və ətraf qaranlığa büründü. Bu əsnada gəmi okeanın dibinə doğru batmağa davam edirdi. Əzilən pəncərələrdən və havalandırma dəliklərindən içəri fışqıran buz kimi dəniz suyu tualetə dolduğu bir anda təşvişə düşən Harrisonun tualet qapısı anidən açıldı və su onu dəhlizə itələdi. O su ilə dolmaqda olan qaranlıq dəhlizin içində güclə irəliləyib yoldaşlarından kömək istəyəcəkdi. Ancaq qapalı qapılar arxasında qalan yoldaşları su ilə dolan otaqlarına həbs olmuş vəziyyətdə idilər və sadəcə xırıltılar eşidilirdi. Harrison 3 yoldaşının qapıları açıb ayaqlarının yerdən üzüldüyünü və dalğaların onları utduğu dəhşətli anlara şahid oldu. Yoldaşlarına kömək etməsi isə qeyri-mümkün idi. O dəhlizə getdikcə dolan su axınından qaçaraq mühəndis otağına bağlı olan başqa bir kiçik ayaq yoluna girdi və o əsnada gəmi okeanın 30 metr dərinliyinə dalaraq tam dibə oturdu. Harrisonun girdiyi ayaq yolunun qapısı bağlanmış, su səviyyəsi boğaz nahiyəsinə qədər dolub dayanmışdı. Otağın üst küncündə şans əsəri çıxış yolu tapa bilməyən kiçik bir hava kütləsi sıxışıb qalmış, onu boğulmaqdan hələlik də olsa xilas etmişdi. Cəmi 1 metr 20 santimetr hündürlüyündəki bu hava boşluğu həm də Harrisonun yeni dünyası idi. Siz otağınızda oturub bu hekayəni dinləyərkən aldığınız hər nəfəs sadə və rahatdır, lakin Harrison üçün hər nəfəs riyazi bir ölüm hesablamasından fərqli değildi. Fizika qanunları 30 metr dərinlikdə fərqli işləyir. O dərinlikdə təzyiq səthdəkindən 4 dəfə çoxdur. Bu o deməkdir ki, sıxılmış havanı ciyərlərinizə çəkdikcə normaldan 4 dəfə daha çox oksigen istehlak edirsiniz. Harrison dəhlizdən səslər eşitməyə başlayır. Yoldaşları kömək istəyib ağlayırdılar. Əlindən heç nə gəlməyən Harrison
Harrison çarəsiz bir vəziyyətə düşmüşdü. Belə bir şey yaşamaq bir insan üçün çox ağır bir travmadır. Bir neçə saniyə sonra isə bütün səslər kəsildi. Harrison olduğu yerin ən təhlükəsiz yer olduğunu bilsə də acı bir gerçəyi anladı. Zifiri qaranlıqda batmış bir gəminin içindəki kiçik bir otaqda həbs olmuş vəziyyətdə idi. Dondurucu suyun içində yeməksiz, susuz və oradakı az bir oksigenlə həyatda qala bilməsi ehtimalı sıfıra bərabər idi. Çünki insan nəfəs verdikcə karbon qazı ifraz edir. Bu kiçik hava keçirməyən tabutda karbon qazı yavaş-yavaş yığılır və bir müddət sonra qanın turşuluğunu artıraraq onu dərin bir komaya salıb sonda isə öldürəcəkdi. Harrisonun ağlına gələn ölüm ssenariləri bunlardan ibarət olsa da, təhlükə çox daha böyük idi. Duzlu və soyuq su onun bədən hərarətini getdikcə aşağı salır və bunun yanında kiçik dəniz canlıları, xərçənglər onun ayaqlarını dişləyərək inanılmaz ağrı və qaşınma verirdi. 27 may səhər saatlarında gəmi sahibi şirkət tərəfindən göndərilmiş xüsusi dalğıcılar batmış gəminin digər gəmilərə təhlükə yaratmaması üçün gövdələrə xəbərdarlıq nişanı, yəni şamandıra bağlamaq üçün suya daldılar. Yanlarında kifayət qədər oksigen tüpünün olmaması səbəbilə həm də artıq bu gəminin içində sağ qalan biri olmaz düşüncəsi ilə niyyətləri gəmidə axtarış etmək deyildi. Harrison isə boğazına qədər batmış buz kimi suyun içində anidən bir səs eşidir. Gözlərində bir ümid işığı parlasa da yuxarıdakı dünyanın artıq onları ölü elan etməsindən xəbəri yox idi təəssüf ki. O sevinc və ümid hissi ilə qaranlıqda əlləri ilə divarları yoxladı. Gəminin daxili taxta panellərini qanayan barmaqları ilə parçalayıb qoparmağa başladı ki, birbaşa xarici polad gövdəyə çata bilsin. Əks halda dalğıcılar onu eşitməyəcəkdi. Suda üzən əşyaların arasında tapdığı bir çəkizlə polad gövdəyə bütün gücü ilə vurmağa başladı. Bir tərəfdən çəkizlə vurub, bir tərəfdən isə mən buradayam, sağam deyə qışqırmasına baxmayaraq dalğıcılar onu eşitmirdi. Çünki 30 metr dərinlikdə suyun kütləvi sıxlığı və axınların səsi o kiçik çəkic zərbələrini udub yox edirdi. Dalğıcılar şamandıranı gəmiyə bağlayıb işlərini bitirdikdən sonra oranı tərk edib suyun üzünə doğru üzməyə başladılar. Harrison ümid dolu səsləri artıq eşitmirdi. Əlindəki çəkizlə suyun içində donub qaldığında dalğıcılar gəmini, ümidləri isə Harrisonu artıq tərk etmişdi. Buz kimi suyun içində titrəməkdən əzələləri spazm keçirən Harrisonun ümidləri itsə də asanlıqla təslim olmaq niyyətində də deyildi. O taxta parçalarından, qırıq bir qapıdan və ofis döşəklərindən kiçik bir sal qurdu və sudan qismən də olsa yuxarıda qalmağı bacardı. Aclıq və susuzluğun onu əldən salmasının yanında zaman anlayışı onun üçün yox olmuşdu. Saniyələr saatlara, saatlar isə saniyələrə qarışmışdı. Gündüz yox, gecə yox, sadəcə zifiri qaranlıq var idi. Belə bir vəziyyətə təcrid şəraitində insan beyni dözə bilməyib, özü üçün xəyallar, səslər və illüziyalar yaratmağa başlayır. Bir müddət sonra o qaranlığın içində qan donduran bir səs eşitməyə başlayır. Eşitdiyi bu səs illüziya deyildi. Sümüklərin, yırtılan parçaların və sanki çənə şaqqıltısı kimi səs eşidirdi. Dəniz yırtıcıları, köpək balıqları açıq qalmış qapılardan gəmiyə daxil olmuş, Harrisonun yoldaşlarının cəsədlərini çoxdan yeməyə başlamışdılar. O eyni gəmidə illərlə çörək kəsdiyi, birlikdə güldüyü 11 dostunun cəsədlərinin onun cəmi bir neçə metrliyində o qaranlıq suların içində yeyilərək sümüklərinin necə sındığının səsini eşidirdi. Harrison bir insanın yaşaya biləcəyi bütün travmaları eyni anda yaşayırdı. Bu səsləri eşitmək və o yırtıcıların onun sığındığı otağa girə biləcəyini düşünmək bir insanın dəli olmasına bəs edər. Harrison gözlərini yumub dua etməyə və kilisə himnləri oxumağa başlayır. Səsi qaranlıq, rütubətli otağın divarlarına çırpılıb özünə qayıdırdı. Dua etməsinin səbəbi isə ölümün tez və ağırsız gəlməsini istəməsi idi. Acılıqdan mədəsi qıvrılır, boğazı isə utduğu duzlu suyun təsirindən od tutub yanır, dili qabıq kimi soyulurdu. Suyun içində bir qutu balıq konservası və bir qutu kola tapmışdı. Tapdığı bu sardin balığını yeməsi və kolanı içməsi ona cüzi də olsa bir enerji, həm də boğazındakı yanğıya qarşı kiçik bir rahatlıq vermişdi. 60 saatdan çox davam edən bu dözülməz sınaq boyunca onun qəbul etdiyi yeganə qida və maye sadəcə bunlar olmuşdu.
Cescon 4 gəmisində bir canlının qaldığına artıq kimsə inanmırdı. Bütün xilas etmə əməliyyatları dayandırılmış, gəmi heyətinin ailələrinə başsağlığı verilmişdi. Amma cəsədlər okeanın dibində qalmış batmış gəmidən çıxarılmalı idi. Cənubi Afrikadan gələn bir dalğıc komandası hazırlıqlarını görüb cəsədləri çıxarmaq üçün 30 metr dərinliyə daldılar. Dalğıc Nico Van Herden zifiri qaranlıq dəhlizlərdə fənərinin dar işığı ilə uçuşan əşyaları yara-yara irəliləyir, kaskasındakı kameradan görüntülər xilasetmə gəmisindəki monitorlarda izlənilirdi. Hər kəs səssizcə növbəti cəsədi görməyi gözləyərkən, Harrison uzaqdan gələn fənərin o zəif işığını görəndə gözlərinə inana bilmədi. Bəlkə də bu beyninin ona oynadığı növbəti bir oyun idi. Bəlkə də həqiqətən də bir möcüzə yaşanırdı. O qurduğu taxta parçasından suya düşüb bütün gücü ilə işığa tərəf irəlilədi. Sualtı kameranın qarşısında qəfildən soluğun, qırışmış və titrəyən bir insan əli peyda oldu. Nico bunun bir cəsəd olduğunu düşünərək ona tərəf uzandı, lakin o cəsəd dalğıcın əlini möhkəm bir şəkildə tutdu. Bu an texnologiya tarixindəki kameraların qeydə aldığı həmin o şok edici görüntülər çəkildi. Dalğıcın tənəffüs cihazından gələn o qorxu dolu səs gəmidə monitor qarşısında oturan komandanın qışqırıqları ilə qarışdı. Hamı bir ağızdan "Aman Allahım, o sağdır" deyirdilər. Üzlərdə şok və sevinc ifadəsi eyni anda yaşanırdı. Amma Harrisonun xilasında bəzi tədbirlər alınmalı idi. Onu eləcə suyun üzünə çıxarmaq onun ölümü olardı. Çünki Harrisonun qanı 60 saatlıq təzyiq nəticəsində azot qabarcıqları ilə dolmuşdu. Onu dərhal səthə çıxarmaq bir qazlı içki şüşəsini sürətlə açmaq kimi bir şeydir. Harrison suyun üzünə çıxdığı anda qan damarları saniyələr içində partlayacaqdı. Ona xüsusi dalğıc dəbilqəsi geyindirdilər və qaranlıq dəhlizlərdən çıxarıb dalğıc zənginə mindirdilər. O suyun səthinə çatanda günəşi görməyə macal tapmadan onu dərhal təzyiq tənzimlənən dekompressiya kamerasına saldılar və o orada daha 3 gün keçirdi. O dar və pəncərəsiz kamerada ona digər 11 dostunun cansız bədənlərinin tapıldığı xəbəri gəldikdə Harrisonun ruhu bir daha parçalandı. Çoxları düşünürdü ki, bu travmadan sonra o ömrünün sonunadək dənizə baxmağa belə qorxacaq. Amma əksinə o qorxusuna meydan oxudu. O peşəkar dalğıc olmağa qərar verərək yenidən o qaranlıq sulara enməyi seçdi. Bəli, o indi peşəkar dalğıc kimi fəaliyyət göstərir. Harrison Okeana'nın hekayəsi bizə öyrədir ki, nə qədər dərində olursan ol, təzyiq sümüklərini qıracaq kimi hiss etdirsə də, qaranlıq beynini gəmirsə də, nəfəs aldığın müddətcə heç nə bitmiş sayılmaz. Çünki insan iradəsi ən dərin okeanlardan belə daha dərindir. Növbəti qaranlıq bir tarixdə görüşənədək özünüzə yaxşı baxın. Qaranlığın izindəyəm.